İranda can değersizdir, can hürməti yox. Hamı istir yaşayış başa çata rahat ola. Bu gözəllikdə yaşayış bir belə naz-ı nemət gözə gəlmir, değəri yox. Hamı zadı pula, iqtisada, bahalığa həvalə vermək xətadır. Dərd buradadır, bizə irs yetişən fikirlər, öğütlər, sözlər, hikmətlər, anlamlar kökdən səmlidirlər. Dünyanı yaşayışı gözdən salıb əzib qoyublar qırağa. Bir yerdə cavablar qaldı o dünyaya, yaxşı pis qaldı qiyamətə, hər fırıldaqdan çıxmaq olar. Hesab kitab qaldı sonraya, bəllidir işlər pozğun olar. Ne fayda bu dünyanın ışık olsun, Allah ahiretin ışıklandırsın. Bu bakış koymaz avadanlık yarana. Bu bakış her zadı dağıda bilir. Yazan irik çevirip seslendiren Esedullah Şemai.